Aləm qarışdı. Yəqin başa düşdünüz nə deməkdir? Tamam. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizi Arazı Vektordan salamlayıram. Dostlar, bu günləri sizə iki gözəlçəni göstərəcəm. Tamam. İki gözəlçələrdən hansı modellərdir? Biri Noktanın Findex modeli, o birisi isə MyLab'ın Vanquish 340 modelidir dostlar. Deməli, nə üçün mən bir balaca vergül işarəsi qoydum danışığımda? Məsələ burada dostlar. Deməli, həmişə deyirlər ki, satan insanlar deyirlər ki, nokta pisdir, nokta bizim torpaqlarda işləməyəcək, noktanın ayrımı pisdir, ən yaxşısı MyLab'dır, belə deyirlər. Tamam, okey. Haqlı şəkildə olsun deyə iki modeli sizlərə göstərəcəm indi. Amma hansı formada göstərəcəm? Tam dəqiq şəkildə. Bu Findex modeli, Noktanın Findex modeli ən ucuzluq cihazlardan biridir. Bu isə MyLab'ın orta səviyyəli bir cihazlarından biridir. Hansı ki, deyirlər, yüksək səviyyəli cihazlardır. Nə bilim, multi-IQ, bax belə, bostan belə. Görək nə tər işləyəcəklər dostlar. Hər şey olduğu kimi. Baxın, bir düyməni sıxıb buraxmaqla cihaz işləyələ gələcək. Cihazda olan bütün metallar bölümü açıqdır. Həssasiyyəti maksimumdadır. Səsi də maksimum səviyyədə saxlamışam. Yəni, bu proqramda iki səs tonunda işləyəcək. Dəyərli və dəyərsiz səs tonu. Görək, dəyərsiz metala hansı səsi verəcək. Yəni, bildiyimiz kimi bu nədir? Armatur qırığıdır. Yəni, bizə nədir? Baxın, onu da vurğulayım ki, hər ikisinin krişkalarını çıxartmışam ki, sonra deməsinlər ki, aralarında nəsə saxlayıbsınız deyə. Yəni, fırıldaq iş görürsünüz. Əslində elə bil dostlar. Qara metala bu səsi verəcək. Dəyərli metala isə bu səsi verəcək. Bunu sizə göstərirəm ki, biləsiniz. Deməli, biz burada qara metalı bağlayacağıq. Baxın, belə də göstərirəm. Qara metalın səsidir. Belə də qara metalın səsidir. Biz burada qara metalı bağlayacağıq dostlar. Bir düymə ilə qara metalı bağladıq. Bəli, bizə görə qara metalı göstərəcəkmi? Nə belə göstərəcək, nə də belə göstərəcək. Baxın, fikir verin. Yaxından da tutsam bu formada. Fikirləşin. Nə deməkdir? Görmədi qara metalı. İndi isə telefonu yaxınlaşan zaman baxın, telefonun səsini çəkir. Biz bunu söndürəcəyik dostlar. Bunu qırağa qoyacağıq və bunu da həmən cihazın yerinə saxlayacağıq ki, yəni sonradan söz-söhbət olmasın. Bəli, bu cihazda yandıran zaman, baxın, düyməni sıxıb saxlayacağım. Cihaz fabrika ayarlarına qaydacaq. Yəni, haqlı şəkildə olsun deyə bunu sizlərə göstərirəm. Bəli, cihaz fabrika ayarlarına qayıtdı. İndi isə cihaz işləyələ gəldi. Cihazda bütün metallar bölümünü açacağım. Bütün metallara görsün. Həssasiyyəti maksimum, səsində maksimum. Yəni, o birisi cihazda olduğu kimi. Gördüyünüz kimi. Qara metala, bu cihaz qara metala bu səsi verəcək. Aləm qarışdı. Yəqin başa düşdünüz nə deməkdir? Tamam. Bu isə dəyərli metaldır, gümüşdür. Uzaqdan keçəcəm ki, siqnal gəlməsin. Qara metalı gördünüz dostlar. Qara metalı nə edəcəm? Özünüz də görürsünüz ki, baxın, çox hissəsini bağlamışam. Yəni, bu hissəsini yox, ha, belə yox. Çox hissəsini. Yəni, burada göstərici 10-a qədər bağlıdır. Əslində, qara metalı görməməlidir, heç bir halda görməməlidir. Amma təəssüflər olsun ki, qara metalı dəyərli metal kimi, yəni bir hissəsində baxın, bu formada qara metal kimi, bu hissəsində isə dəyərli bir metal kimi görür. Yəni, sual ortaya çıxır. Deyirdiniz, içində nə axtarırsınız? Bəs sizin cihazlar bunun içində nə axtarır? Bunu niyə dəyərli görür? İnsanları aldadırsınız ki, qara metalı bağlayın, nə bilim, filan şey, bəsmən şey bizim cihazlar. Hansı cihazdan söhbət gedir dostlar? Sizcə, hansı cihaz daha yaxşı effekt verdi? Dəyərliyə və dəyərsizə hansı yaxşı effekt verdi? Bu sualın cavabı sadəcə siz kommentlərdə yazacaqsınız dostlar. Ünvanımız Nərimanovda yerləşir, Əliyar Əliyev küçəsi 8, Kosmos yaşayış kompleksində.